Gəlmişik evimizi təqdim etməyə bugünkü gündə dostlar. Deməli, yerləşmə yeri nədir? 11 mərtəbədir də qardaş, elə deyil? Cavan oğlan. 13. 13 mərtəbə. 11-ci mərtəbə? 10-cu mərtəbə. Hə, bax. Deməli, 13 mərtəbəli binanın 10-cu mərtəbəsində McDonald's binasının tam yaxınlığı eyvandan da bazar görsənir, təzə bazarımız. Xırdalan şəhərindən danışırıq. Hündür mərtəbəli binada 2 lifti var. Bura hol hissəsidir. 2 otaqlıdır. 2 otaqlıdır. Kvadratı 66 kvadratdır. Sənət də müqavilədir. Burada eyvanımız. Üzr istəmə eyvan. Ayaq yolumuz. Bu ayaq yolumuzdur. Deməli, evin kombi aparatı olmalıdır, səhv eləmirəmsə. Varıdır. Bəli, bura mətbəx hissəsidir. Düzdür, xırda düşür mətbəxi. Yəni olan budur. 66 kvadratlı olan mənzillər nətər olur? Bu cür olur. Bura onun qonaq otağıdır. Keç qaqaş qonaq otağını. Keç, rahat. Səhv eləmirəmsə əşyalı satılır. Əşyalı satılır. Bəli, əşyalar burada heç nə götürülməyəcək. Bura eyvana çıxışıdır. Bir dənə fikir verin eyvandan. Fikir verin, bax bazar da buradadır. Görürsünüz, bax bazar. Buradan sumkanı saxladın, saxladın. Götürdün, pulu da atdın. Vəssalam. Gəl, qardaş, gəl. Kondisionerinə qədər evdə qalır. Yeri istip oldu. Qaqaşarı etdin. Sən mən bu yandan gözləyirəm. Bu qapılar. Bu yer, gəl buraya, gəl buradan. Orada yataq otağıdır. Bu yer istip oldu. Bax, bunu da izah eləmək lazımdır. Burada oldu yataq otağımız. Yataq dəstidə qalır. Yəni burada nə varsa hamısı qalır. Bu mənzil barədə kimin nə sual varsa bizlə əlaqə saxlasın. 66 kvadrat 109 minə. 13 mərtəbəli binanın 10-cu mərtəbəsində. Kanalımıza abunə olun, videonu bəyənin. Kimin nə sual varsa bizlə əlaqə saxlasın. Sağ olun.